Yerli gündəmə qayıdaq. Bakıda cəmiyyətin inkişafı hamı üçün təhlükəsizlikdən başlayır mövzusunda konfrans keçirilib. Tədbir gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyasına həsr olunub. Konfransda sosial media və rəqəmsal mühitdə gender əsaslı zorakılıqla bağlı məsələlər müzakirə edilib. Məişət zorakılığının qarşısının alınmasında qanunvericiliyin tətbiqi ilə bağlı mövcud vəziyyətə diqqət çəkilib. Mövzular panel müzakirələrdə də gündəmə gətirilib. Ötən il, yəni 24-cü il tam bəlli olduğu üçün bizim dəstək xəttinə müraciətlərin sayını söyləmək istəyirəm, 1623 oldu. Müraciətlərin sayında fərq var, amma bunun hətta artması belə cəmiyyətin dövlət qurumlarına müvafiq xidmətlərə inamının və etimadının artdığını göstərir və bir də bu hadisələrin qeydiyyata alınması bizə məsələlərin qarşısını almağa da imkan verir. Demoqrafik göstəricilər də müəyyən narahatlıq doğurur. Mən də rəqəmlər dinləyəcəm, statistikada var. Sadəcə yenə də 100-113 nisbəti qalmaqdadır. Statistikaya əsasən dünyada hər 3 qadından biri zorakılıqla üzləşir. Pekin bəyannaməsi imzalanandan bu yana son 30 ildə qadınların hüquqlarının müdafiəsi ilə bağlı irəliləyişin şahidi olmuşuq. Azərbaycan bu çağırışlarla mübarizədə ciddi addımlar atıb. Azərbaycan 2024-cü ildə qlobal rəqəmsal paktı dəstəkləyən 143 BMT üzvündən biri olub və bu yaxınlarda BMT-nin kiber cinayətkarlığa qarşı konvensiyasını imzalayıb. Həmçinin 2023-2027-ci illəri əhatə edən kiber təhlükəsizliyə dair yol xəritəsini qəbul edib.